İzləyicilərimiz, hər kəsi salamlayıram. Bax, qapısından marşrut keçən Sumqayıt Marş 522 qapısından keçir. 4 otaqlı, özünə tikilmiş bir evlə qarşınızdayıq. Baxın, qaz sayğacı, işıq sayğacı evimizdəki bir ildən çoxdur tikilib. Yəni, kupçası, evin kupçası, torpağın kupçası alınıb. Qiymətini də qoy qabaqcadan sizə sadalayayım, 105 min manata deyilir. Saray əmlak bazarının ən münasib qiymətə evlərindən biridir. Ətrafı bir dənə çək. 90% yaşayışdır, sakit yerdir. Bəyəndim. Su sayğacda hörmətli izləyicilərimiz. Əfsər bəy, cəhmətimizi qədər qazı işığı çəkmişdik, suyu da buradadır. Kommunallar qaydasında gözəl mənim hörmətli izləyicilərim. Mən belə evlər çəkəndə sizə düşmə variant sözünü çox vaxt işlətmirəm. O söz cızıllaşır. Yəni, cızıq o söz var. Gəlir hamının dilində. Bu düşmə variantdır. O sözü daha işlətməyə, burada işlətmək olar. Çünki bu qiymətə, neçə otaq oldu? 4 otaq. 4 otaq, bəli. 4 otaq olmağı mən bir daha dəqiqləşdirdim. Yəni 4 otaq, bu dəqiqə 6 qardaş, bu qiymətə ev yoxdur, hörmətli izləyicilərimiz. Maşın birbaşa daxil olur, burada monolit əsər verir, düzdürmü? Opşi, monolit betondur. Bəli, opşi monolit betondur. Mən əsər verim, qabaqçı bizdən qabaq çeşitli şeyləri. Mən bəzi məlumatları bilmirəm, ona gözünü istəyirəm, soruşuruq. Burada mərkəzi kanalizasiyanın trafı qoyulur, burada kombinin yeri nəzərdə tutulur. Hələ birinci mərtəbənin özünə monolit betondur. Burada bir böyük bir dənə, çox böyük bir dənə otağı var. Aşağısı da monolit, yuxarısı da monolit, böyük pəncərələri bir ad günü, xeyir iş üçün tək həmişə hər həyətdə xeyir iş olsun hörmətli izləyicilərimiz. Bir pəncərə orada, bir pəncərə burada. Əla var. Hələ bir dənə otaq var. Buranı da apardıblar. Bir dənə otaq buradadır, pəncərəsi buradadır. Qiymət düzgün danışaq, reallıq danışaq. O vaxtlar məsələ gedir o haqqın qiymət 105 min manata normal verir. Paket kupçalı bir bu qiymətə yoxdur. Yəni, qarajına da 4-5 dənə maşın həyətinə gedir, təkan betondur. Burada yıkına kimi evimizin ara məsafəsi. Bax, hamısı tam etdənib. Baxın, buradan da ara məsafəsi var. Mərkəzi kanalizasiyanı qeyd edəyim. Bax, bunlar hamısı yolu var, boş yol mərkəzi kanalizasiya ilə. Hörmətli izləyicilərimiz. Wow, hörmətli izləyicilərimiz. Mən bəyəndim bu evi. Sizi bilmirəm. Çox möhtəşəm bir evdir də. Hər dəqiqəsində adrenalin yaşadacaq evdir. Qiymətinə görə, hörmətli izləyicilərimiz. Bir dənə burada zalı, şirli, qoşa daş. Hər iki tərəfə bu evdə ən böyük nüanslardan biri. Sağa da, sola da buradan yəni pəncərə qoyulur, genişlik. Bütün ev monolit istipol. Buradan keçirik izləyicilərimiz. Buradan keçirik. Mətbəx, hörmətli izləyicilərim. Çox super bir dənə mətbəx var. Əlanın əlasıdır. 4 otaq, 105 minə 6 qarajlı ev yoxdur. Bir dənə burada sanuzeli, burada paltaryanın yeri, əlüzyanın yeri, bax bir dənə göstər zəhmət olmasa orada. Burada paltaryanın yeridir, burada əlüzyanın yeridir. Burada işığına qədər ki, nə deyirlər o, güzgül, moykanın işığına görə də artılır. Burada da böyük bir sanuzel. Bəyəndik. 10 bal üzərindən sanuzelin bölünmə sisteminə görə 10 bal üzərindən 10 vermək olar. Burada bir dənə yatak otağıdır. Gözəl, qapının da ilki seçimi darıxdırıcı deyil. Bu evdə qeyri-abiliklər qanalı cəlb edir. Bir dənə də burada qəşəng otaqdır, yatak otaqdır. Mən bir xırda bir nüans, pərdəliyinə də qədər qoyurlar. Mən buna fikir verirəm, pərdəliyinə qoyurlar. Əlavə siz sonra düşməyəcəksiniz. Bir dənə yatak otağı buradadır. Və çox evdə olmayan bir şey burada mən müşahidə edim. Burada setikaları, yəni torlarla qoraşdırılır, yəni üstündə verir. Yataq otaqları, 2 böyük yataq otağı var, bir balaca yataq otağı, zal böyük, mətbəx böyük. Deyərdim ki, ideal 4 otaqlı evdir. Hava nığırla tikilmiş evdir, inşallah hava insana da qismət olar, uyumlu zəng edir.